Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala Resulillahil emin habibina ve habibilahil alamin Ebil Kasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'ın selamı, rahmeti, bereketi, effolsun. Ehl-i Beyt etkara, Allah'ın selam, rahmet, bereketi olsun. Allah'ın Resulüne ve onun pak ailesine Allah'ın salat ve rahmet olsun şehitlerimize ve siz aziz kardeşlerimize. Değerli benim kardeşlerim, din alimleri, ruhaniler, bana ihtiram gösterdiler. Ona göre özlerim teşekkürümü bildiririm kardeşlerime. Onlar benim din kardeşlerime, gide kardeşlerim ve illerle biz birce bu Çin-Çin'e İslam'ın təbliğində xidmətlər göstərir və burada mənim ağsaqqallarım var, hörmət etdiyim insanlar var, dəyərli dostlar var. Mən çox danışmaq istəmirəm, yəqin ki, kimsənin haqqına da girməyəcəm. Amma bir hədis mənim zehnimə düşdü. Allah Rəsulü buyurur ki, İnnəl mələ yəfnə vəl-bədənu yubla vəl-əməl yəbqa. Təbii ki, bütün hədislərin kökündə Quran-ı Kərim dayanır. Əgər bir hədisin məxəzi, mənbəsi Quran deyilsə, o hədis istinad nöqtəsi yoxdursa, o hədis əsassız sayılır. Təbii ki, qeyd etdiyim bu hədis Quran-ı Kərim istinad edir. Müxtəlif ayələrdə Allah Teala bu barədə buyurur. Qısa və lakanik olaraq mənası belədir. Əlimizdə olan mal, mülk, dövlət fanidir. Maddi məhduddur. Allah nə veribsə bizdən alacaq. Bütün gördüyümüz bu nemətlər ilahi tərəfindən bir həm hədiyyədir, həm imtihandır. Onlar hamısı qiyamət günündə sorğulanacaq, hesab kitabı olacaq və Allah verdiğim bu nimetlerin bizden alacaq. İnnel mâle yefna. Puç olub gidəcək. Vel bedenu yubla. Bu bedenimiz ki var maddi, çürüyüb gidəcək, məhvə məhkumdur. Aradan gidəcək. Bedenler hamısı torpağa məhkumdur. Vel amelu yabqa. Qalan bir şey olacaq. O da əməl. Dünyada nə qədər şan, şöhrət, izzət, məqam, post, vəzifə sahibi olursansa ol, bunlar məhduddur, bədən məhduddur, qalan əməldir. Ona görə bizim İslamın qayəsi, İslamın kökündə əməl fəlsəfəsi var. Təsəvvür edin, din alimləri də buradadır. Quran-ı Kərimdə Allah bir neçə yerlərdə buyurur, namaz qılın, əqimus salah, namaz qılın və atuz zəkat, zəkat verin. Quran-ı Kərim harda illellezine amenu buyurursa, ey iman gətirənlər, mömin olanlar, ardıca mütləq və amilus salihat yazır, salih əməl. Quran 10 yerdə namaz qılın deyir, 500 yerdən çox əməl, salih əməldən danışır. Əgər bir ibadətin, bir namazın təsiri insanın ruhunda qala bilməyəcəksə, bir namaz, qıldığım namaz mənim ruhumu meyraca apara bilməyəcəksə, mənim ruhum innəs-salate tənhə anil fəhşai vəl münkər pisliklərdən, qıldığım namaz, tutduğum oruç, məni günahlardan çəkindirə bilməyəcəksə, o namaz namaz deyil, o ibadət ibadət deyil. Əgər insanın qıldığı namazlar insanı və rəfa'nahu məkanən aliyyə, yüksək məqamlara apara bilirsə, ali məqamlara apara bilirsə, insanın ruhunu ilahiləşdirə bilirsə, o namaz namazdır. O namaz əməli şəkildə namazdır. Mən hər zaman deyirəm, bax, İslam fiqhində də belə bir şey var, hökm var.
İnsan azana qədər, daha doğrusu niyyətə qədər insan azan iqamədə azaddır. Elə ki, niyyətə qədər sağa da baxa bilərsən, sola da baxa bilərsən. 2 rükət sübh namazı qılıram, vacib qurbətən ilallah deyəndə artıq sən dünya orbitindən çıxırsan. Əllər qulağa gəlir, belə, Allahu Əkbər. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, ilahi, nə qədər ki mənim dünya alış-verişlərim var idi, dünya sevgim var idi, əlvi qoysan qulağın dibinə, dünyanın, varın, dövlətin qoysan əlvin üstünə, Allahu Əkbər, atdın dünyanın var dövlətin. Tamas bağlayırsan Allahla. Yəni sən dünyadan təcrid olunursan. Necə Əleyhisselam Quran-ı Kərimdə bu barədə ruku halında tanımadan, bilmədən öz əlindən bahalı bir üzüyü çıxardır. Yetimə, möhtaca, ehtiyaclıya, fəqirə, müsafirə, kim olursa olsun verirsə, deməli bu əlinin Allahla olan rabitəsidir. İlahi bağlılıqdır. Bizim bu gündəmimiz, bizim bu həyatımız bilirsiniz nəyə bənzəyir? Artıq ən maraqlı bir dənə film nümayiş olunur televiziyada. Yaxşı bir dənə film, 5 seriyalıq, 3 seriya, fərqi yoxdur, neçə seriyadan ibarət olur olsun. Deməli, sənin marağını nə kəsb edir? Əsərin qəhrəmanı. Sən verilişdə bir dənə süjet xətti var, tutursan, əsərin qəhrəmanı kim olacaq və sonda bunu öldürəcəklər ya yox. Sən maraqlı filmə baxırsan, təsəvvür edin, o maraqlı film, veriliş hələ davam edir, ən şirin yerin işıqlar sönür. Elə deyil, işıqlar söndü, həyat bitdi, film də bitdi. Bir zaman həyatımız belə olacaq, işıqlar sönəcək. Elə ki, qəbrə qoydular, qayıtdı, getdi əqrəba, o xovf-naki mənzilə çıraq olan namazıdır. Sən deyirdin ki, mən ölsəm, balalarım başsız qalacaq. Xanım deyirdi ki, sən ölsən, nəsil məhv olacaq. Boş-boş söhbətlərdir. O qədər görmüşüm, mənim 57-58 yaşım var. Oğullar və kişilər görmüşəm ki, deyir ki, əgər mənim filan kəsim ölsə, ondan qabaq məni bastırın. Hələ də o adam yaşayır. O adamın 25 ildə hələ torpağa tapşırmışıq. İnsan Allaha aşiq olmalıdır, Allaha bağlanmalıdır. İnsanın əməli olmasa, at getsin. Gecə-gündüz sən deyəsən ki, ilahi, mən səni çox sevirəm, mən səni çox sevirəm, mən sənə aşiqəm. İbadət yoxdursa nə faydası? Təsəvvür eləyin, bir insan yataqdadır, su istəyir, su istəyirəm. Əgər onun doğmaları o su ona verə bilmirsə, o su istəyirəm, onun susuzluğu sirab eləyəcək? Yox. Əgər mən bir şey istəyirəmsə, mənə onu verilməlidir. Əgər Allahdan bir şey istəyirəmsə, Allah təala buyurur, bəndəm, istə məndən, mən sənə verim. Qədr gecələrində mühüm olan dualardan biri bilirsiniz nədir? Bir nəfər Allah Rəsulunun yanına gəlir, deyir ki, mənə elə bir əməl öyrət, elə bir dua öyrət ki, o duam təsirli və keçərli olsun, Allahın bu duadan xoşu gəlsin. Allah Rəsulü sadə bir dənə dua öyrədir, Qədr gecəsinə aid olan bir şeydir. Deyir ki, sənə bir dənə dua öyrədəcəm, Allah Rəsulü buyurur dostuna. Bu duanı elə Allahın səndən xoşu gələcək, duan da qəbul olacaq. Dedim, nə duadır? İndi ərəbcəsini demirəm. Tərcüməsi belədir. İlahi, sənin qapıva elə bir şey üçün gəlmişəm ki, onu hər ikimiz istəyirik. Mən bağışlanmaq istəyirəm, sən isə bağışlamaq. Bundan böyük söz var. Allah bizi görür, Allah bizi bilir, Allah bilir ki, sən nə istəyirsən. Amma bu istədiyi ortaya qoymalısan. Məhəbbət. Mən səni çox sevirəm. Hanı sənin məhəbbətin? Sevgi dildə olmur, əməldə olur. İqrar-ı bilirsən, təsdiq-i bilcinən əməl biyərkən. İman atsan iman olur. Dilində la ilahe illallah deyirsən, ürəyində onu təsdiq edirsən, əməlindən göstərirsən. Oldun mümin. Əgər la ilahe illallah deyirsənsə, ürək və əməl qəbul etmirsə, müsəlmandır.
Niyə görə Quran buyurur ki, müminin xüsusiyyətlərini başa salanda İnnəməl mu'minunəl-ləzīnə izə zukirallah vəcilət qulubuhum və izə tuliyət aleyhim ayətun zədətuhum imanən və alə rabbihim yətəvəkkəlun. Mömin ona deyərlər Allahın adı gələndə qəlbi titrəsin. İndi özümüzə söz verək. Allah deyəndə kimin qəlbi titrəyir? Allah adı gələndə qəlb titrəsin. Allahın ayətlərini oxuyan zaman imanı artsın və Allaha təvəkkülün çoxartsın. Bu məhəbbətin bariz nümunəsidir. Böyük müştəhidlərdən biri yazır. Deyir, mən bazara gedirdim. Xanım dedi ki, filan şeyləri al. Deyir, mən nə demişdi xanımım? Yazdım. Çıxanda qızım mənə dedi, 3 yaşında bir uşaq idi. Mənə dedi ki, baba, ata, mənə üçün şirniyyat alasan. Uşağın şirniyyatdan çox xoşu gəlir. Mənə şirniyyat alasan, dedim, yaxşı. Deyir, bazara getdim, xanımım deyən bütün şeyləri aldım. Evə gələndə qızım qaçdı mənim qabağıma, dedi, ata, mən üçün şirniyyat almışsan. Bildim ki, bu qız məndən küsəcək. Dedim, ürəyim sənə qurban, sən mənim ürəyimsən, sən mənim canımsan, sən mənim gözümün işığısan, məhəbbət. Dedi, ata, bunları saxlayın. Bunları saxla. Mənə almışsan ya yox. Yenə də başladım, qızım, sən mənim gözümün, dedi ki, deyir, onda başa düşdüm ki, 3 yaşında uşaq əməlsiz məhəbbət istəmir. Mən Allahı çox sevirəm, mən Peyğəmbəri sevirəm, hanı sənin Peyğəmbər olan məhəbbətin? Dünən xütbə oxuyurdum mən, gördüm ki, oxuduğum yerdə bir 80 nəfər adam var. Dedim, and olsun Allaha, bir pullu kişinin adamı ölsəydi, bütün respublika yığılacaqdı ora. Niyə? Çünki bu pullu kişinin qohumudur. Allah Rəsulü o zaman da qərib idi, indi də qəribdir. Peyğəmbəri sevirəm deyirsən, budur Peyğəmbər olan sevgin. Kimi də özdən mən dəvət edirdim, dedim, gəlirsən, dedi, yemək var orada. Deməli, yeməyə gəlmişlər, Peyğəmbərə məhəbbət yox. Günlərin bir günü Allah Rəsulü səhabələrlə oturmuş və səhabələrə oturduğu zaman deyir ki, zaman gələcək, onlar mənim qardaşlarım olacaqlar. Onlar məni görmədən, bilmədən mənə aşiq olacaqlar. Sahabələr dedilər ki, ya Rasulallah, biz sənin qardaşların deyilik. Dedi, siz mənim dostlarımsınız. Mənim qardaşlarım məni görmədən, qeybdən mənə inanıb, mənə məhəbbət bağlayacaqlar. Bax, sizlər. Bəli, bu bir dənə açıq dəvətnamədir. Bugün mən içəri şəhərdən Hacı Etibar qardaşımız mənə dedi ki, dəvət dedim baş üstə. Mən adətən çatdıra bilmirəm çox zaman. Hətta dünən vacib bir dənə səfərimi qoydum, dedim getməliyəm. Niyə? Çünki insanların məhəbbəti olan yerə gedin. Mənim sənə olan məhəbbətim, sənin olan məhəbbətin, burada bir sevgi, ülfət var. Məsələn, bir adamla mən görüşə bilmirəm, amma məhəbbətim var ona. İllərlə də Hacı İmran, məsələn, illərlə görüşməsək, amma məhəbbət var. Niyə? Bu məhəbbət var. Adam var, gündə görüşür, amma heç məhəbbət yoxdur. Adam var, illərlə görmür, amma onu görəndə ona məhəbbət bağlayır və dualarındadır. Bugün Allah Rəsulunun vəfat etdiyi günlərdir. İmam Rıza Aleyhisselamın şəhadət gecələri, İmam Həsən Aleyhisselamın şəhadət gecələridir. And olsun Allaha, əgər əməlinlə, demirəm, bir konfetin belə alınması, İmam-ı Zamana xatir, Əhl-i Beytə xatir, mən evdən çıxanda məqsədim budur, ya Rəbbim, Allah Rəsulunun mən vəfatının məclisinə gedirəm, şəhadətə gedirəm, İmam Həsənin şəhadətini, İmam Rıza Aleyhisselamın şəhadətinə gedirəm. Əminliklə deyirəm ki, onlar bu dünyada da, axirətdə də sənə şəfaatçı olacaqlar. Mümkün deyil olmasın. Nə verib almışdım bu canı görək, mən canı yaratdım, yoxsa can məni, müftə aldığımı qaytaram gərək. Bəs nədir görəsən ağrıdan məni? Nədir bu şikayət, nədir bu danlaq? Bəlkə bu dünyanın borcu var sənə. Günəşin doğuşuna bircə də baxmaq dəyər bu dünyanın 1000 möhnətinə. İnsanlar var, milyardlarla pulu var, Allah yolunda adı gələndə 5 manatından keçməz. Amma harama nə qədər istəyirsən xərcləyəcək. O bir köhnəlmiş bizdə söz var, bu köhnəlib bu söz, mən istəmirəm onu təkrar edim. Birindən soruşurlar ki, pulun halal və haram olduğunu, deyir, hara xərclənəcək, oradan bilərsən halal və haram olduğunu. Bu məclislər ali məclisdir. Allah bizim elə qoy varımızı, pulumuzu, imkanlarımızı
Əhl-i Beyt yolunda xərc etməyi nəsib etsin. Mən onu bilirəm ki, son aqibət deyilən bir şey var. İnsanların aqibəti, insanların sonluğu. Həmişə alimlər, müstehidlər deyərdilər, Allahümmə cəalə avaqibə umurunu xeyrə. İlahi, aqibətimizi xeyirli elə. Bir insan ki, can verəndə onun gözünə Əhl-i Beyt görünərsə, bundan böyük şərafət ola bilməz. Bu sözü deyib fikrimi tamamlayıram. 44 gün vətən müharibəsində mən hər gün şəhid cənazələrini dəfn etdim. Qardaşlar da təbii ki, iştirak etdilər. Hərəsi öz növbəsində xidmətlər göstərdilər. Günlərin bir günü bir cənazə gəldi. Mənə dedilər ki, o da şəhiddir, dəfn etməliyik, namaz qılmalıyıq. Adətən icazə verilmirdi üzlərin açılmasına. Mən cənazə namazını qılıb yaxınlaşanda, qəbr üstünə aparanda, ana mənə yaxınlaşdı, şəhidin anası. Mənə qayıtdı, dedi ki, Hacı Surxay, səndən bir ana kimi təvəqqəm var. Dedim, əstəğfirullah, ana, buyurun. Dedi, mən oğlumun üzünü görmək istəyirəm. Dedim, olmaz ki, biraz səbirli olasın. Dedi, yox, mən ağıllı bir qadınam. Mən narahat olma, balam şəhid olub, mən balamı görmək istəyirəm. Gəldi ədəblə uşağın öz balasının, şəhidin üzünü açdı, sağ yanağını öpdü. Heç yadımdan çıxmaz. Sol yanağını öpdü, dedi, oğul, südüm sənə halal olsun. Mən ağladım. Ana gördüm, mənə qayıt dedi ki, ağlama, bu Peyğəmbərin məqamındadır. Dedim, ana, nəsə səndə bir söz əhlisən, dedi, dəfn eləyək, sənə sözüm olacaq. Qəbr üstə onun bir yoldaşı var idi, müharibədə iştirak eləmişdi. Həmən o şəhid onun dizi üstə can vermişdi. And içdi mənə, dedi, Hacı, həmən günü oruc idi. Saat zöhr namazını qıldı, deyir, dostunun adı Ənvər idi. Dedi ki, Ənvər, məni vursalarda narahat olmadı, amma yanımda ol falan, amma biraz nəsə darıxıram, dedi. Bir namazın qıldı, bunun alnından vurdular. Allah düşmənlərə lənət eləsin. Deyir, əlimi bastım alnına, gördüm qan gedir dənəm. Dedi, işarə elədim, narahat olma. Deyir, gözləri göydə idi, baxırdı. Dedi ki, dostum, anama deyəsən ki, anam ki, mənə beşikdə laylay çalanda deyirdi, aqibət və Allah xeyr eləsin, mənim aqibətim xeyirli oldu. Deyir, baxırdı, gülürdü. Dedim, nəyə gülürsən? Dedim, mən gördüyümü sən görsəydin, gülərdin. Peyğəmbərlər gəlib mənim huzuruma. Peyğəmbərlər gəlib məni aparmağa. Mən necə də sevinməyim. Və mən gəldim evə, ana o hadisəni danışdı. Dedim, mən balamı uşaq ikən yürüyəndə beşikdə deyirdim, ilahi, balamın aqibətin xeyirli elə. Onsuzdur bütün insanlar gedəcək, hər kəs gedəcək, pulundan, varından, dövlətindən asılı olmayaraq, şah da gədadır, öləcək. Amma necə öləcək? Bu günə qədər Peyğəmbərlərin adları anılır. Niyə? Çünki onlar ömrünün sonuna qədər Allaha xidmət elədilər. Özləri üçün yaşamadılar. 63 il bəşəriyyətə xidmət elədilər. Ağlı kəsəndən ölənə qədər ümməti dedi. Ümməti üçün narahat idi. Can verəndə dedi, 2 dənə ağır əmanət qoyuram. İnni tarikun fiikumus sıqlin də var, səqəlin də var. 2 dənə ağır əmanət qoyuram. Biri mənim balalarımdır, obursu da Allahın kitabıdır. Bunları qoruyun. Allah Rəsulü bizim üçün narahat idi. Allah Rəsulü bizim üçün ömrünü sərf elədi. Ona görə biz gərək o ömrümüzü mənalı və əməlimizlə yaşayaq. Allah ehsan tədarük eləyən, bura zəhmət çəkən ağsaqqallarımız, qardaşlarımız, ruhanilərimiz, başlarımızın taclarıdır. Allah sizləri Əhl-i Beytlə məşhur eləsin inşallah. Allah İmam Rıza Aleyhisselamın şərafətindən, şəfaətindən, Əhl-i Beytin mənqəbəsindən, mərtəbəsindən bizləri ayrı salmasın. Şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, yaralılarımıza acil şəfalar versin. Duaya möhtac olanların Allah dualarını qəbul etsin. Allah heç mərdi namərdin qarşısında əyməsin. Allah bizi zalimlara müsəllət etməsin. Allah iradəmizi, vicdanımızı, ağlımızı əlimizdən almasın. Dualarımızın qəbulü üçün salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Peygamber cemaline salavat-ı